25 mart 2026-cı ildir və həftənin çərşənbə günü dəyərli izləyicilər İrandan Xameneyinin səhhəti ilə bağlı bir açıqlama gəlib. İranın ali lideri Müştəba Xameneyinin səhhəti yaxşıdır və İran dövlət sistemi səmərəli şəkildə fəaliyyət göstərir. Bu barədə İran Xarici İşlər Naziri sözçüsü İsmail Bəqai bildirib. Axaras xəbər verir ki, Bəqai deyib: Ali liderin səhhəti yaxşıdır və dövlət sistemimizin səmərəli şəkildə fəaliyyət göstərməsindən də məmnunuq. Silahlı qüvvələrimiz İranın müdafiə planlarına ciddi şəkildə əməl edirlər. Ən əsası da xalqımız bu vəhşi təcavüz aktı qarşısında birləşib deyə Bəqai bildirib və qeyd edir ki, İranın sabiq ali rəhbəri Əli Xameneyinin oğlu Müçtəba Xameneyi 28 fevralda atasının öldürüldüyü hücumda yaralanıb. O martın 8-də ölkənin yeni ali dini lideri seçilib. Bugünə qədər də onun demək ölü olması ilə bağlı müxtəlif versiyalar var idi, şayələr yayılmışdı. Hətta Donald Trump belə onun sağlamlığı ilə bağlı çox saylı şübhələrinin olduğunu bildirmişdi. Bugünə qədər xalq qarşısında çıxmaması, xalq qarşısında çıxış etməməsi, sadəcə olaraq onun çıxışının mətninin səsləndirilməsi isə bu demək şayələrin artmasına səbəb olmuşdu. İndi isə Bəqai deyir ki, hər şey qaydasındadır və İran məhz Müştəba Xameneyinin liderliyi altında fəaliyyət göstərir.